Həcc mövsümündə turizm vizası ilə Məkkəyə daxil olmaq qadağandır. Qafqaz Müsəlmanları İdarəsi Azərbaycandan həcc ziyarətinə getmək istəyən zəvvarlara çağırış edib. Bildirilib ki, ötən il olduğu kimi bu ildə bəzi işbaz şirkətlər vətəndaşları aldadaraq turizm vizası ilə onları həccə aparmağa cəhd edirlər. Bizdə olan dəqiq məlumata görə 100-dən artıq vətəndaşımız müəyyən işbaz şirkətlərin təşviq edici vədlərinə aldanaraq həcc ziyarəti üçün onlara çoxlu pul vəsaiti ödəmişlər. Vətəndaşlarımıza bir daha qəti şəkildə bildirmək istəyirik ki, həcc vizası tamam fərqli vizadır. Onu yalnız Qafqaz Müsəlmanları İdarəsi vasitəsilə əldə etmək olar. Səudiyyə Ərəbistanı Krallığı Həcc və Ümrə Nazirliyi tərəfindən qanuni səlahiyyət yalnız bu quruma verilmişdir. Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr Şöbəsinin müdiri və Həcc elektron sisteminin məhsulu Vüsal Cahangiri deyib ki, turizm vizası ilə həcc mövsümündə Məkkəyə daxil olmaq krallığın qanunlarına ziddir. Həmin turizm vizasının üzərində də bu qeyd edilib. Bu qanunu pozanları krallığın hüquq mühafizə orqanları tərəfindən yüksək cərimələr və həbslər, deportasiyalar və qara siyahıya düşmələr kimi ağır cəzalar gözləyir. Ötən ildən fərqli bu qanunu pozana cərimə 2 qat artırılaraq 10.000 Səudiyyə riyalı, təxminən hardasa 2700 Amerika Birləşmiş Ştatları dolları təyin edilmişdir. Bir daha xəbərdarlıq edirik ki, vətəndaşlarımız belə işbazlara aldanmasınlar, özlərini yüksək maddi və mənəvi xəsarətə məruz qoymasınlar deyə Qafqaz Müsəlmanları İdarəsinin şöbə müdiri vurğulayıb. Nərmin Məmmədhəsənli, Xəzər xəbər.